Hər vaxtınız xeyir dəyərli şagirdlər. İmtahana düşə bilən suallardandır. Əbov verilib, bizdən əkobu soruşur. Biz burada qeyd etsək əbov. Birinci ifadədən 2n-i mötərizə xaricinə çıxarsaq, ortaq vuruq kimi qalacaq nə? 4n plus 3. İkinci ifadədən də 2n ortaq vuruq çıxarsaq nə qalacaq? 4n plus deməli 5. Bərabər nəyə? 20-yə. İndi fikir versəniz, burada 4n plus 3, 4n plus 5 ardıcıl artıq tək ədədlər olduğu üçün biz buradan 2n-i Evklit alqoritminə əsasən 2n çıxsa qarşıya, əbob artıq mötərizədə nə qalacaq? Ardıcıl tək ədədlərin əbobu nəyə bərabər idi? 1-ə. Düzdürmü? 4n plus 5 bərabərdir 20. Artıq bizə bütöv bu ifadə neçə verəcək? 1. O zaman yazmalıyıq. 2n vurulsun 1 bərabərdir 20. Buradan 2n 20-yə bərabər olduğundan n deməli 10-dur. İndi bu 10-u gətirib əkobda yerinə yazsaq nə baş verər? Olacaq əkob deməli n kvadratın yerinə yazsaq deməli n-in yerinə 10 yazsaq n kvadrat plus n. Yəni 100 plus 10 110. Digərdə neçə eləyəcək? 100 o da 3 vur n. 130. Bərabərdir. Bizdən bunu soruşur. Biz hər birindən onu çıxarsaq qarşıya nə qalacaq? Əkob ardıcıl tək ədədlər. Və ardıcıl tək ədədlərin əkobu bizə onların nəyin verirdi? Hasilini. O zaman yazmalıyıq. 10 vurulsun. 11-i 13-ə vursaq. Deməli 143. 10 vurulsun 143. O da bərabərdir 1430. Cavabımız olacaq Y variantı.